Şöyle karşıma getirin, şöyle müdür adaletini alayım. Tanıştım Röşad. Sağ ol. Funksiyaları nədir? Bu bildim qalxdı ayağa. Bu əsasən kilitli ərazilərin təmizlənməsi, neftdən kilitli ərazilər. Bu həmçində gündəlik həyatımızda bizim bir robot dostumuz kimi həyatda gördüyümüz işlərə, gəzintimizə, qaçışımıza, idmana bununla bağlı köməyini gediblər. Məl vurmaq olar. Məl vurmaq olar bəli. Bu belə insan ki. Bu jestlərlə işləyir, şeylə çalışır. Ay malak. Ay malak. O var. Qardaşımın adı nə oldu? Elcan. Elcan. Mebel işinə baxır. Gələn illəri mütləq ki, qoşulacaq. Bütün hamısı sizin podkastlardan gəlir. Allah razı olsun. Hər biri də hamısını bir-bir baxmışam, çox faydalı. Allah razı olsun. İnşallah əlaqə saxlayarıq. Sən Xoş oldu. dəvətini göndər, gəlmişdək edək. Yaxşı. Sağ ol. Xeyirli olsun. Allah, ne olsun? Həmişə. Selamünaleyküm, bravo. Nə, ağzından belə çək. Motivator Fitness Klub sizi daha sağlam, daha energetik və daha özgüvənli hiss etməyiniz üçün fəaliyyət göstərir. Burada müasir avadanlıqlarla təchiz olunmuş fitness və crossfit zalından və yalnız xanımlar üçün fəaliyyət göstərən idman zalından istifadə edə bilərsiniz. Həmçinin fitness food restoranımızdan dietik yeməklər sifariş verə bilərsiniz. Peşəkar məşqçilərimizin nəzarəti altında Motivator Fitness Klubda qollarınızı gücləndirin. Özünüzü daha yaxşı bir formada görmək istəyirsinizsə, həmən ilk addımı atın və bizə qoşulun. Motivator Fitness Klub. Məqsədlərimizə birlikdə nail olaq. Hər cür istədiyiniz idman geyimini əldə edə bilərsiniz. Cırılmaq söhbəti yoxdur. Yox, burada bir süt işləyən var. Ay Allah. Qalın qaşır parçasını eləmişim. Deyirəm, insan öz markasını, bax görsən durmursan böyründə də su yazılacaq var, məsələn də. İnsan öz markasını istehsal eləyəndə hansı bir nəticəyə gəlmişən özünü necə hiss edir? Super motivatordan daha da ya. Allah, bütün problemlər yaddan çıxdı da. İnsan onu fikirləşəndə ki, mən buradayım, bütün o fikirlər, o stres, o borclar, hər şey yaddan çıxır. İnşallah irəli, ancaq irəli, Cevo ilə bir yerdə. Xeyirli olsun məmnun. Gözəl işlər. Ancaq maşallah çox gözəl təşkil edir. Səbəb yox. Yox, biləm, o biraz dedim, əli dedim. Qabaqda oturmasın, qəqə. Biraz qabağa oturur, sən görsün. İndi əli uzat edin. Gördün, iyi görürsən. Gördün, bu qıyaları mən sərdim, bunu ölürəm. Gəl bura. Bura gəl, bana gəl. Topun əməri batır. Qaldır onu, qaldır yuxarı. Qaldır bir dəqiqə, yuxarı. Əllərini qaldır. Qaldır. Bura bax. Yaxşı, əli ver. Wow, face to face. Face to face. Face to face. Gördün mü? Əməldə baş. Həqiqətən alınmır. Baklava lokum, o tərəfdə Şəki Agro, bu tərəfdə Qanun, öz orada oturur. Əgər normal mühasibatlığı varsa, bunun 40 milinə ən azı sahibkar dövlətdən faizsiz güzəştlə kredit götürə bilir. 10 illik kredit götürə bilir. 20% kim ödəniş edir və geri qalan 40% isə dövlətdən köşəsindən alır və suvarma sistemini çəkilir. Və bizim ən şirin biznesimiz Anoğlu Baklava Lokum. Artıq biz 4-cü ildir ki, fəaliyyət göstərdik. Bundan öncəki sərgilərdə də bizim istendimiz olub. Biz şirniyyatlarımızı təqdim eləmişik. Bizim Bakıda 2 yerdə yerimiz var, məkanımız var. Biri Gəncliklər Dədə Qorqud Parkının yanında, Teğun Hacıbəylidə bir 20-25 nəfərlik yerimiz var. Həm baklavaların, lokumların, tüt şirniyyatlarının satışı ilə məşğuluq, həm də ki, servis xidməti ilə məşğuluq. Bizim baklavalarımız birinci növ tərkib hissələrdən hazırlanaraq müştərilərimizə təqdim olunur. Fıstıq birinci növ, o bütöv variantda, bu doğranmış variantda, bu da lap üdülmüş toz halında. Qoz birinci növ qoz. Yadındadırsa mən sənə demişdim ki, bizim yağ
Yəni nəsə odda ərimir. Bizim yağ suda əriyir. Yağı əridən isti sudur, qaynar sudur. Ona görə heç bir əlavə dad ona qarışmır. Sırf yağın özünün dadı var burada. Qozu olsun, fındığı olsun, fıstığı olsun, birinci növ məhsullardan hamısı istehsal olunur. Birinci növ Antep fıstığından istifadə eləməklə biz əsl türk baklavasını istehsal edirik. Yəni Türkiyədə olan bir adam, Türkiyəni gəzən, Türkiyədə bu məhsulları dadan bir adam mütləq şəkildə gəlib burada eyni dadı dada bilər. Bunu əmin şəkildə deyə bilərik. Və bir mənalı olaraq fikir verdiniz, işin detallarına toxundu. Əgər bir insana düz danışmağını bilmək istəyirsinizsə, detallı danışırsa, deməli həmin şəxs həqiqəti özündə tərənnüm edir. İşi də bütün şirkətlərdə ən bilmədiyiniz məqamlara Təşəkkür edirəm gəldiyiniz səndən üçün. fəxr edirik, Azərbaycan sahibkarlarında təşkilatında da səndəki kimi eyni bir olsun. Minnətdaram. Çox sağ olun. Belə duran olmuşdu burada bir. O ancaq belə xanoğlu loku, yəni həqiqətən sənin markanı xoşlayan, həqiqətən məhsulları çox keyfiyyətli. Mənim sən bildiyim hansıdır? Görürsən, əsl dost belə olar. Bilir ki, mən nə yeyirəm həmişə. Hamını bilmir, bir dənə mənə bilir. Əjdahasısan qardaş. Əjdahasısan. Deməli, bu nədir? Qanun xidməti, zaten bəllidir. Burada vergilərdir, hüquq, yəni hüquqla bağlı, mühasibatlıqla bağlı. Kimdə nə iş varsa dostumuza müraciət edə bilər xanoğlana. Sonra Ona elə belə demir ha, yəni şirkətlərin mühasibatlığı bizdədir. Yəni şirkətlərin yox, şirkətlərin dostlarımızla bir yerdə də. Yəni çox dostumuz var ki, xanoğlanın yanındadır indi hal-hazırda. Biz vasitəçi olmuşuq, bizdən əvvəl tanıyırdılar. Həqiqətən çox keyfiyyətli iş görmək istəyirsə xanoğlana müraciət eləyin. Bu son deyil. Davam eləyib. Bu adam bir əldə 5 qarpız tutandı, hər əli 3 dənədir. 4-5 inşallah ki, yaxın günlərdə. Amma o video YouTube-da viral oldu. Yəni, O əldə qarpız videoları var idi. Çox bir insan deyir ki, mümkündür yoxsa yox, mümküniyətini göstərdik. Gördüyünüz kimi xanoğlu baklava loku bu ikinci biznesdir. İkinci qarpız. İkinci qarpızdır. Zaten burada bilinir ki, şirniyyat, mən başqa yerdə yemirəm. Mən ancaq xanoğlu baklava lokunda, yəni şirinlər dursa ki, mən diyetdəyəm də, mənə olmaz. Elə də çox sən də lazım biraz məşq edəsən. Bir də gördüyünüz Şəki Agro, hansı ki, bir neçə ay bundan qabaq getdik, qonaq olduq. Həm verilişi hazırlanır, inşallah xanoğlan gözləyirik ki, vaxt olsun, gəlsin, onu da yekunlaşdıraq. Bir də yaxın günlərdə podkastımız olacaq. Xanoğlanla bir podkastlarımızı gözləyin inşallah. Xeyirli olsun. Bunun adı hələlik. Üçü birində, Nescafe üçü birində. Hələlik. Yaxşısınız? Bu nədir bəs? Bu bizim produs stendimizdir, ilave stendimizdir. Bu siz onunla bağlı işdir. Bu bizim icra ettiğimiz bir sosial sahibkarlıq layihəsidir. Mülahidə masalında yaşayan kəndlərdə işsiz qadınlar var. Həmin qadınların hər hansı məşğulluğu yoxdur, gəlir əldə etmirlər. Biz onlara dedik ki, bəlkə bir evində gül yetişdirsinlər. Zaten hamının marağında olan bir şey. Onlar güllər yetişdirir. Biz bunu promo, korporativ hədiyyə kimi qablaşdırırıq. Yəni hədiyyəlik. Şirkətlər logo ola bilər, ad ola bilər. Canlı güldür də. Təbii. Bu formada satışa da çıxarıb həmin qadınlara gəlir əldə etdirir, məşğulluq imkanı. Çox yaxşı bir işlə məşğulsunuz. Həqiqətən halal olsun. Pul var, pul qabı. Pul daha çoxdur, daha böyük lazımdır da. Neysə. Həqiqətən burada demək olar ki, hər şey var. Çeşidçini deyirlər, seçimi artırmısan da, tam başqa cür işləyirsən. Məsələn, mağaza, restoran, sizə bunu belə yapmışsınız. Bu nə? Allah, super. Güzel. Bunu bizim motivator rəngləri ilə, motivator linser rəngi ilə girişdə eləmək olar. Maraqlı. Bir dənə. Allah. Çamadan çox maraqlı. Daha çox satılır. Bu daha çox satılır.
sizdən başlayalım. Yox, maraqlı Maraqlı maraqlı. Sən birazdan kostyumaza da keçəcəksən. Evet, ben de Kalça kostyumu. Ne var? Bu verirsen tərtib. Çox gözəl. Çox şık. Amma xaricə gedəndə məsələn Bunu başqa yerdən alırlar. Direkt alırlar, necə zakaz eləyirlər də. Ha, zakazla gəlir. Azərbaycanda istehsalçı olaraq həm xalça ilə, həm logo-yla. Məsələn bir 4-5 dənə çamadan rast verib göndərəcəm. Burada deyərəm məsələn hansı logolar, ha ona uyğun eləyərik, maraqlı olur. Ha, Tarım bu xaricə gedən dostlarımız çoxdur və istəsəmiz bagaja verəndə bakın ona uyğun motivasiya logo. Allah Allah. Çox gözəl. Sonra məsələn evlər üçün belə süfrələr hədiyyəli məsələn tanınmaq üçün ev üçün məsələn belə görürsünüz. Süfrələr alırlar, yerlər, bunlar mesela hediyeleri resim qonaqlar üçün nə qədər qonaqlar. Əsmə baxın. Bu resim məsələləri Asya xanımın yoldaşımdır. Asya xanımın burada yoldaşımdır. Kitabları motivasyonu onu yaptı. Bura bax 1918-1920 xəritəsidir. Bu dəqiqə ən çox maraq verənlərdən biri. Bu da Osmanlı yazıları. Ayətən Osmanlı. Kimsə məsələn hediyəsi, qanlar, süt falan məsələn. Onun böyüyü də var, qaşlı və qaşsızı da var. Surəsu şirkəti evlərə, ofislərə və bir çox dövlət əhəmiyyətli müəssisələrə 100% təbii minerallarla zəngin 19 litr və 0,5-lik qablarda su çatdırır. Leyla xanımın rəsm əsəridir. Biz mərmərə tətbiq eləmişik də. Salam aleyküm. Sağ olun.